Salam, hər vaxtınız xeyirli olsun. Bugün Yüksəkdə şeir layihəsinin 23-cü tədbiri keçirilir təbii ki. Və bu tədbir digər tədbirlərdən fərqlənir. Nə ilə fərqlənir? Çünki bu tədbirdə ancaq hekayələr olacaq və bizim bildiyimiz qədərilə kitab işıq görməlidir. Yay aylarında fikirləşirəm, planlaşdırıram və ona görə də istədim ki, elə hekayələri də yazaq, tamamlayaq. Çünki üst-üstə bir neçə tədbirlər oldu ki, o tədbirlərdə həm hekayələr, həm şeirlər səsləndirildi. Amma indi burada yazılmayan hekayələr var idi ki, istədim onu da tamamlayam. Yəni davam üçün tamamladıq və inşallah ki, tədbirimiz qaldığı yerdən davam eləyəcək. Hekayələrdir və hər bir şəhidə də öz anasının dilindən hekayələr yazmışam. Biri bacısının dilindəndir, biri qızının dilindəndir, bir çoxu da analarının dilindən olan hekayələrdir təbii ki. Və burada bir nüansı qeyd edeyim ki, bəzən suallar yaranır ki, Yüksəkdə şeir layihəsi tək 44 günlük müharibənin şəhidləridir. Xeyr, bu fikri ümumiyyətlə beynində formalaşdıran insanlar düşünsün ki, şəhidlərə fərq qoymuram. Elə adətən də 1990-cı ildən bu tərəfə olan şəhidlərimizin orada həyat hekayələri var və 20 yanvar şəhidinin də orada mən hekayəsini yazmışam və burada antiterror şəhidinin də hekayəsi var və çalışırıq ki, əlimizdən gələn edirik ki, yəni müxtəlif illərdə şəhadətə ucalan şəhidlərimizin xatirəsini əbədiləşdirək və bu istiqamətdə zaten bu layihənin də mahiyyəti ondan ibarətdir ki, şəhidlərimizin xatirəsi yaşasın, əbədiləşdirilsin və gənc nəsillə ötürülsün. Missiyası budur. İnşallah layihənin birinci mərhələsini tamamlamaq üzrəyik. İkinci mərhələdə yəqin ki, mən əslində kitabı fikirləşirdim ki, həm hekayələr, həm şeirlər olsun, amma mən düşünürəm ki, ikili olsun kitab. Çünki birinci hissədə şeirlər, ikincidə də hekayələr olsun. İnşallah tez bir zamanda da oxuculara təqdim eləyəcəm. Bu qədər. Ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Allah rəhmət eləsin. İran Yüksəkdə şeir layihəsinin 23-cü tədbiri keçirilir və bugün sırt hekayələr olacaq təbii ki. Şimdi var ki, biz kitabı yaylarında çıxarıb təqdim edək və kitabın yazılma prosesi biraz gecikir. Geçmək səbəbi məlumdur zaten.
və mən bir şey etmək istərdim ki, tədbirdə son 4 tədbirdə iştirak edəməyən analarının evlatlarını kitaba zannedəcəm və bununla qəhrəmlər alındı və layihə rəhbəri olaraq da bununla qeyd etmişəm. Orada deyirlər ki, işləyiş, tələb edirik. Mənə gəlir ki, oğlundan üstün iş olanımız, belə bir şəhiddən seyirləri həyatlar. Hüseyin İbrahim, Məmmədoğlu'nun xatirəsinə həsr olunmuş peşəyləri səsləndirim, diqqətinizə çatdırın. Hüseyin İbrahim, Məmmədoğlu'nun xatirəsinə həsr olunmuş hekayə. Atam tarixə düşəcəyini bilirdi. 36 il öncəyə qayıdıram. O illərə ki, uşaq baxışlarımla hər şeyi tam anlaya bilməsəm də, atamın baxışlarında gizlənən qəhrəmanlığı hiss edirdim. O adi insan deyildi. Üzündəki sərtlik, gözlərindəki qətiyyət, danışığındakı vətən sevgisi vardı. Erməni vandalizminə qarşı amansız mübarizə aparır. Günahsız insanların qətlə yetirilməsini ürək ağrısıyla danışırdı. Hər şey xəbəri onun ürəyində bir parça qoparırdı. Sanki baxışların uzaqlara zilləyirdi və o anlayıram. Birdən mənim qulaqlarıma nəsə olar. Yox, mən bu dəhşətə dözə bilmərəm. Orada öldürülən uşaqlar da mənim balalarımdır. Mən bunu göz yuma bilmərəm. Atam yalnız övladlarını deyil, bütün xalqın övladlarını atası kimi düşünür. 1990 ilin 17 yanvarı. O gün atam anamın üzünə baxıb qəribə bir cümlə söylədi. Zaman gələcək. Zaman gələcək, mən tarixə düşəcəyəm. Mənim adıma kitablar yazılacaq, jurnallar hazırlanacaq. Sanki öz şəhadətini hiss etmişdi. Bəlkə də bu bizimlə son vidalaşması idi. Amma nə anam, nə də biz o sözlərin ağırlığını anlaya bilməmişdik. Biz bilmirdik. Bilmirdik ki, o əslində ölümsüzlüyə hazırlaşır. 1990-cı ilin 19 yanvarı axşamı. Bakı qəribə sükuta bürünmüşdü. O sükutun altında isə xalqın hayqırtısı vardı. İnsanlar tankların qarşısına çıxır. Əlyalın şəkildə zülmün qarşısını almağa çalışırdı. Atam da həmin qəhrəmanların sırasındaydı. Əlində silah yox idi. Amma ürəyində vətən sevgisi vardı. O sevgi isə hər silahdan güclü idi. Düşmənin qarşısını kəsərək deyildi. Biz icazə verməyəcəyik. Biz icazə verməyəcəyik ki, siz bu xalqa zülm edəsiniz. Və 19-undan 20-sinə keçən gecə, o qanlı gecə atam qəhrəmancasına şəhadətə ucaldı. O canını xalqı üçün verdi. Ailəsi üçün verdi, azadlığı üçün verdi, öz övladlarını atasız qoydu. Amma elə bir zirvəyə yüksəldi ki, artıq yalnız bizim yox, bir millətin fəxrinə çevrildi. Bəli, 36 il keçir. Saçlarımız ağarır, ömür dəyişir, amma o gecənin ağrısı dəyişmir. Həmin xatirələr hələ də gözümüzün önündə dünən yaşanmış kimi dayanır. Biz 8 övladı atamızın adını yaşadıq. Biz 8 övlad atamızın adını yaşadırıq. Onun bizə miras qoyduğu qüruru daşıyırıq. Çünki şəhid övladı olmaq həm ağır, həm də sonsuz qürurdur, əziz atam. Sən tarixə düşəcəyini demişdin, haqlı idin. Bugün sənin adın xatırlanır. Haqqında yazılar yazılır. Səni tanımayanlarda belə qəhrəmanlığının qarşısında baş əyir. Sən bizim fəxrimiz, qürurumuz, yarım qalan uşaqlığımızsan. 36 il keçsə də sənin səsini unutmadıq. Nur içindəyəm, qəhrəman atam. Şəhidlər ölməz, vətən bölünməz. Nəsr olunmuş hekayə. Övladlarıma salam deyim. Mən bir qeyd etmək istəyirəm ki, burada məlumatlar tam oturmayıb. Təbii ki, mən bunu
öz yazısı qabiliyyətindən istifadə edərək yazmışam təbii ki. Və qısa bir-iki kəlmələr göndərilib, təbii ki, onları vəliləşdirmişəm. Bəlkə də bu hadisələr həqiqətən real olmuş kimi, təbii ki, 100% ki, belə bir şey oldu. Son ümidlər, son arzular, hamısı yarımdadır və düşünürəm ki, son o qidalar o son cümlələrdə birləşmişdir. Mənim oğlum Səman hərbi formanı geyinəndə elə sevinirdi ki, sanki bu yol üçün doğulmuşdu. O formanı geyinən zaman gözlərində qəribə bir qürur, üzündə isə vətən sevgisi görünürdü. Səmanın torpağa, bayrağa sevgisini sözlə ifadə etmək çətindir. Torpaqlarımızın işğal altında olması onu daim narahat edirdi. Hər dəfə deyirdi, gün gələcək, şəhidlərimizin günahsız körpələrin qisasını alacaq. 20 yanvar hadisələri baş verəndə Sənanın cəmi 1 yaşı vardı. Xocalı faciəsi isə baş verəndə Sənanın 3 yaşı vardı. O zaman körpə idi. Amma böyüdükcə tariximizin yaralarını öz yarası bildi, unutmadı. Çünki biz insanlar vətəni sevməyi sonradan öyrənmir. O sevgi onların qanununda olur. Elə bu sevgi də oğlumun yolunu hərbiçi etdi. Səman gizir kimi xidmət edirdi. Vətən onun üçün sadəcə torpaq deyildi. Namus idi, vicdan idi, onur idi. Səmanın 2 övladı vardı. Atalarına baxıb gözləri gülürdü. Bəzən evə gələndə söz arasında mənə deyirdi, ana, bilmək olmaz. Bəlkə bir gün bu uşaqlar atasını qəhrəman kimi tanırlar. Mən də ona cavab verirdim. Sən elə indi də qəhrəmansan oğlum. Uşaqları isə heç nə anlamadan atasına sarılıb gülümsəyirdi. Heç kim bilmir. İnsana verilən ömrün sonu haradadır. Amma bəzən elə olur ki, insan talihini ürəyi ilə hiss edir. Sanki oğlum bilirdi. 27 sentyabr 2020-ci il müharibə başladı. O gün ürəyimdə qəribə bir qorxu vardı. Sənan döyüşlərdə idi. Evdə isə 2 balaca uşaq durmadan biz atamızı istəyirik deyirdi. Ataları isə hər gün zəng edib danışırdı. Onların səsini eşidib güc alırdı. Sonra günlər keçdi. Telefon sustu. O sükut mənim üçün dünyanın ən ağır sükutu idi. Nəhayət Sənan zəng etdi. Səsi yorğun idi, amma qürurlu idi. Ana, hər şey yaxşıdır. Mən yaxşıyam. Uşaqlara məndən salam deyərsən. De ki, atanız sizi çox sevir, tezliklə gələcəyəm. Bu onun son sözləri oldu. Uşaqlara məndən salam deyərsən. 30 sentyabr 2020-ci ildə oğlum şəhid oldu. Evimizin qapısında bu dəfə özü girmədi. Bayrağa bükülmüş tabutu girdi. O gün mənim arzularım torpağa gömüldü. O gündən sonra həyat mənim üçün yas oldu. Çünki ən ağır yük ana yüküdür. Bir gün övladları biz atamızı istəyirik deyəndə mən onlara necə deyim ki, atamız artıq gəlməyəcək. Necə deyim ki, atamız bu vətəni yaşasın deyə öz ömrünü verdi. Bugün uşaqlar böyüyür. Amma mənim dərdim də onlarla birlikdə o yatır, böyüyür. Onlar atasının adını qürurla daşıyır. Mən isə yoxluğunu. Başımız uzadır. Çünki şəhid anası olmaq qürurdur. Amma qürurun içində heç vaxtı sağalmayan yara var. Bu yara sənə qovuşana qədər sağalmayacaq oğlum. Rahat yat, rahat uyu. Şəhid Gizir Əliyev Sənan Ərsəfoğlu. Sənin övladlarına qoyduğun ən böyük miras adın, şərəfin və qəhrəmanlığındır. Şəhidlər ölməz, vətən ölməz. Elə bilirəm evdəsən, otağın işığı yanır. Hərdən tələsik, addımlarla otağına tərəf gedirəm. Qapını döyürəm, ürəyimdə bir ümid olur. Bir ümid olur ki, səs verəcəksən. Ana, gəl. Amma səs gəlmir. Qapını
açanda sənin qarşıma səssizlik çıxır. Bir vaxtlar nəfəsinlə isinən otaqda indi yalnız xatirələrin yaşayır. Divarlardan asılmış şəkillərin danışmadan mənə baxır. Açılmayan yaprağın, toxunulmayan əşyaların. İnsan üçün bundan ağır dərd varmı? Öz övladlarının yoxluğunu hər gün yenidən yaşamaq da ağır nə ola bilər? Orxan, evdə bəzən səsküy olur, hamı gülür, danışır, amma bilirsənmi? Anan niyə gülmür? Çünki gülüşün səninlə getdi, sevincim səninlə torpağa qoyuldu. İllər keçir, amma yoxluğunun ağrısı azalmır, əksinə, hər gün biraz daha böyüyür. İnsan övlad həsrətinə dözmür. Mən bunu səndən sonra anladım. Bəzən qapıya baxıb elə bilən gələcəksən. Hər addım səsində ürəyim titrəyir. Düşünürəm qapı açılacaq. Sən içəri girib, ana, acmışam deyəcəksən. Mən isə yenə sevdiyin yeməkləri hazırlayacağam. Süfrəyə əyləşib səni doyunca izləyəcəyəm. Bəlkə insanlar üçün bunlar ciddi arzudur. Amma yaralı bir ana üçün dünyanın ən böyük arzusudur. Bir dəfə də övladının səsini eşitmək, bir dəfə də ana sözünü duymaq, gülüşün üçün darıxmışam Orxan. Səsinin həsrəti sinəmdə daşa dönür, bilirsənmi? Bəzən səninlə danışmaq üçün məzarına gedirəm. Soyuq daşlara toxunub, istiliyini axtarıram. Göz yaşlarım torpağa qarışır. Amma cavab gəlmir. Mən səni torpağa yox, vətənə əmanət verdim. Sən öz canını bu millətin sabahı üçün fəda etdin. Ona görə də adın təkcə mənim qəlbimdə deyil, vətənin yaddaşımda yaşayır. Amma mən ana olaraq qəhrəmanlığından əvvəl oğlumu axtarıram. Mənim üçün sən ordenlərdən, medallardan əvvəl ana deyən balam idin, Orxan. Əgər şəhidlər doğrudan da bizi eşidirsə, gəl yuxularıma, bir dəfə gəl, mənə yenə ana de. Yoxluğuna sarılıb yaşamaq çox çətindir. Bəzən deyirəm, Orxan, gəl, anamı da apar. Sonra xatırlayıram ki, sən anama güclü olmağı öyrənmişdin. İndi isə sənə qovuşacağım günü gözləyirəm. O günə qədər həsrətini ürəyimdə daşıyacağam. Çünki şəhid anaları övladını unutmaz. Şəhidlər ölmür. Onlar analarının göz yaşında, vətənin azad səmasında yaşayır. Ruhun şad olsun, qəhrəman Orxan. Olmuş hikayə. Bəzən gecələr evin səssizliyində elə bilirəm ki, qapı açılacaq. Sən yenə əvvəlki kimi sakit addımlarla içəri girəcəksən. Uşaqların səsini eşidib üzündə təbəssüm yaranacaq. Yorğun olsan da belə. Onların istədiklərini almaq üçün yenə tərəddüd etmədən yola düşəcəksən. Amma qapılar açılmır. Səssizlik isə illərdir qəlbimdə ağır yük kimi yaşayır. Mən istəyirəm. Biraz yoldaşım Şəhid Həsənov, Ramiz haqqında danışır. Biz çox mehriban ailə idik. Ramiz ailəsinə bağlı, qayğıkeş insan idi. O övladlarının hər şeydən üstün tutardı. İki övladımız var. Uşaqlar atalarından nə istəsələr, Ramiz sakitcə gedib alardı. Çünki onların gözlərində sevinç görmək, onun üçün dünyanın ən böyük xoşbəxtliyi idi. Hər ata övlad böyüdür. Amma hər ata övladının qəlbində qəhrəman ola bilmir. Ramiz isə övladlarının qəlbində qəhrəman olmağı bacarmışdır. Ata olmaq böyük məsuliyyətdir. Gözəl ata olmaq isə hər kəsə nəsib olmur. Ramiz yalnız nümunəvatı deyildi. Həm də mehriban həyat yoldaşı idi. Onun varlığı evimizə rahatlıq gətirirdi. İnsan bəzən sevdiklərinin həmişə yanında qalacağını düşünür. Mən də bilməzdim ki, ayrılıq bir gün qapımızı döyəcək və Ramizi bizdən alacaq. Həyat qəribədir. Bir gün gülərək torpağın üstündə gəzirsən,
sabah isə səni göz yaşları içində torpağa tapşırılır. İnsan ömrü külək kimidir. Amma qəhrəmanların adı zaman keçsə də silinmir. 2004-cü ildə Ramiz döyüş tapşırığı yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldı. O gün təkcə bir ailə yoldaşını, övladlar atasını itirmədi. Vətən mərd oğullarından birini itirdi. Şəhidlik hər insana qismət olmur. Allah sevdiyi qullarını seçib, onları əbədiyyətə ucaldır. Ramiz də o seçilmişlərdən biri oldu. Bugün mən, övladlarım onunla fəxr edirik. Çünki Ramiz vətənə, xalqına bağlı idi. Tarixdə iz qoydu. Şəhidlər ölmür. Onlar xalqın yaddaşında yaşayır. Hər şəhid bir bayraqdır. Hər şəhid bir tarixdir. Şəhid ailələrinin bu cəmiyyətdən tək bir istəyi var. Şəhidlərin xatirəsini uzatmaq, onları unutmamaq, gələcək nəsillərə tanıtmaq. Çünki unutulan qəhrəmanlıq zamanla susan tarixə çevrilir. Ramiz, sən mənim və övladlarımın qəlbində hər zaman yaşayacaqsan. Uşaqların böyüsə də, saçlarına dən düşsə də, sənin yoxluğunun boşluğu dolmayacaq. Adın çəkiləndə qürurla yanaşı, göz yaşları da axacaq. Rahat yat məzarında qəhrəman. Sənin qoruduğun torpaqda övladların başlıca yaşayır. Sənin adın isə zaman keçsə də qəlblərdən silinməyəcək. Şəhidlər ölmür, onlar əbədiyyətə çevrilir. Rahimovun xatirəsindən hekayə. Gecələrin zülməti, qaranlığı sənin yoxluğunu daha çox hiss etdirir. İmran, gözümə yuxu getmir. Sən gedəndən sonra hisslərim də, duyğularım da sanki yarım qalır. Hərdən tədbirlərə gedirəm. İnsanların arasına qarşıram. Qarşıram ki, bəlkə dərdimin ağırlığı azalar. Amma evə qaydanda yenə sənsizlik məni qarşılayır. Yenə sənin yoxluğunla üz-üzə qalıram. Bəzən adını çəkib səsləyirəm. İmran, İmran, ürəyimdən keçir ki, bəlkə hardansan, səsini eşidərəm. Bəlkə qapı açılar, bəlkə sən gələcəksən, axı bu övladını itirmiş hər ananın arzusudur. Oğlunun səsini bir dəfə də olsa duymaq, üzünü son dəfə görmək, bağrına basmaq. Amma həyat bizim arzularımıza görə yazılmırmış. Talih başqa cür hökm verilmiş. Tanrı səni bizdən aldı, şəhid qardaşlarının yanına apardı. O tərəfdən ürəyim biraz rahatdır. Çünki bilirəm ki, sən şəhidlərin sırasındasan. Vətən üçün canından keçən igidlərin sırasındasan. Amma ana qəlbi təsəlli ilə tam sağalmır. İmran, şəhid anası olmaq qürurdur. Amma o qürurun içində bitməyən bir həsrət yaşayır. Mənim üçün həyatın rəngi dəyişir. Səsini duya bilmirəm. Əllərini tuta bilmirəm. Başını sinəmə qoya bilmirəm. Bu həyat məndən səni aldı. İndi yaşamağımın nə mənası var deyə düşünürəm. Bəzən sonra yadıma düşür ki, mən yaşamalıyam. Sənin xatirəni yaşatmaq üçün yaşamalıyam. Adını yaşatmaq üçün, insanlara sənin necə mərd, necə vətən sevdalısı bir oğul olduğunu anlatmaq üçün yaşamalıyam. Bilirsənmi İmran? İnsan övladını torpağa əmanət verəndə özü də bir hissəsini torpağa bastırır. Mən də o gün ürəyimin bir parçasını səninlə birlikdə torpağa qoydum. Amma nəfəs aldığım müddətdə sən mənimlə yaşayacaqsan. Hər səhər gözlərimi açanda səni xatırlayacam. Hər dua edəndə adını çəkəcəm. Hər şəhid xəbərində ürəyimi yenidən sızlayacaq. Mənim səninlə nəfəs alıram. Oğlum, sən nəfəsimlə, sənin nəfəsimə qədər səni qəlbimdə yaşadacağam. Və bir gün bu dünyanın bütün ayrılıqlarını bitəndə yenidən sənə qovuşacağam. O günə qədər səbr edirəm və edəcəyim.
Çünki anaların sevgisi ölümlə bitmir. Şəhid analarının sevgisi isə əbədiyyətə qədər yaşayır. Ruhun şad olsun, şəhid İmran. Sən unudulmadın. Unudulmayacaqsın. Siyavuş Akifovun xatirəsinə əsr olunmuş hekayə. Cənab Leytenant. Sənin yerində olur oğlum. İçimdə elə bir boşluq qoyub getmirsən ki, bəlkə də bu boşluq mən ömrüm boyu yaşadıqca dolmayacaq. İllər keçib şəhadətinin üstündən. Amma mən səni elə bir dünən itirmişəm. Zaman deyirlər yaraları sağaldır. Mənim yaramı isə zaman daha da dərinləşdirir. Hələ də paltarını qoxlayıram Siyavuş. Deyirəm bəlkə də qalan ətrindən bir damla taparam. Bəlkə nəfəsini hiss edərəm. Hərbi geyimlərini olduğu kimi saxlamışam. Elə bilirəm səhər olacaq, qapı açılacaq, sən yenə formasını geyinib xidmətə gedəcəksən. Mən də həmşəri kimi deyəcəm, cənab Leytenant, hər şey hazırdır. Anan sənin üçün hər şeyi hazırlayır. Bilirsən oğlum, sən sağ olanda bizə tezdən oyanardı. Bizi də elə oyanır. Ayaqlarım öz-özünə otağına gedir. O qapını açanda isə qarşıma yalnız şəkillərim çıxır, cansız baxışlarım, donub qalan xatirələrim. Onda özümə sual verirdim. Niyə belə oldu Siyavuş? Axı sən olandan üzüm gülürdü. Mən kədərin nə olduğunu bilmirdim. İndi isə əksinə, sevincin nə olduğunu unutmuşam. Sən vətən aşıqıydın. Tez-tez deyirdin, anam, mən şəhid olacağam. Sanki ürəyinə dammışdı. Bəlkə də igidlərin taleyi əvvəldən yazılır. Sən vətəni qorudun. Torpağı qorudun. Adına sadiq qaldın və şəhidlik zirvəsinə ucaldın. Amma bir ana oğul həsrətini məhkum oldu. Bir tərəfdən qürur duyuram, fəxr edirəm ki, mənim Siyavuşum kimi oğlum var. Mərdliyi ilə, qeyrəti ilə adını tarixə yazdıran Siyavuş kimi oğlum var. Amma o bir tərəfdən qəlbim yanır. Çünki sən gedəndən anan xəstələnib oldu. Saçları ağarır, gözlərinin nuru sönür. Daha heç yana gedə bilmir. Hər gün Allaha dua edir. İlahi, məni də Siyavuşuma qovuşdur. Mən məzarının üstündə ağlamaq istəmirəm. Mən yanına gəlmək istəyirəm. Gəlib ki bitsin oğul həsrəti. Gəlib ki, başımı dizinə qoyub, deyim, anan gəldi, oğul. Gezi tezi var. Bir gün anan gələcək yanına. O gün nə ayrılıq olacaq, nə həsrət. Sən gözləməni, canım oğlum. Mən gələndə yenə deyəcəyim. Cənab Leytenant, ananız gəlir. Hekayələr səsləndirsin, biraz fazla verin, gəl. Olmuş hekayə, dərs uzasın. Salamünəz qonaqlar, başda şəhidin olmaqla hər biriniz xoş gəldiniz. Sənin adını hər dəfə dilinə gətirəndə, sanki ürəyimin ən dərin yerində gizlənmiş bir söz oyanır. Sən şəhadətə ucalandan sonra evimizin qapısından xoşbəxtlik sanki bir dəfə çıxıb getdi. O gündən bəri evimizdə səssizlik danışır, divarlar isə sənin adını pıçıldayır. Hər 8 noyabr günündə zaman dayanır. Mənim üçün günlər irəli getsə də, mən ağlamlı günə qayıdıram. Xəyalımdan həmin gün dəyişib qalır. Nə zaman keçir, nə də dərd azalır. Sanki həyatımın bir günün içində donub. Mənim bir oğlum, bir qızım vardı. Siz ikiniz də elə mehriban idiniz ki, mən şəkilində belə ürəyim arxada qalmadı. Bilirdim ki, siz evdə bir-birinizə dayaqsınız. Sizin uşaqlarınız belə sağ, belə işıqlı idi. Elman, sənin üçün kim çağırdısa tərəddüd etmədən gedirdin. Sən heç vaxt yox deməyi bacarmırdın. Çünki ürəyin həmişə bəli deyirdi insanlara. İllər keçir, amma sənin adını keçən hər yerdə bir yaxşılıq xatırlanır. Qonşular sənin adını evə danışır ki, sanki sən həvə dolu küçələrdə gəzirsən. Sən yaxşı əmrlərinlə yaşamsan, oğlum. Və elə həmin əmrlərlə də yaşamada davam edirsən. Sənin ən böyük arzun yurtdışına sormaq idi. Sən bu arzuna Tataristanda çaldın. Atam Arif bəylə birlikdə olun. Həm çalışırdın, həm də oxudun.
Amma sənin böyüklüyün yalnız olmaqda deyildi. Sən ürəyin ürəyi, böyük idin. Hər Novruz bayramında qohumlara sevinç göndərirdin. Sovqat, pul, diqqət. Sən insanların qəlbində bayram aparırdın. Sənin imanının sözü anlatmaq çətindir. Quran-ı Kərim əzbər bilirdin. Bu sənə verilmiş bir nemət idi. Tanrının sənə bəxş etdiyi bir nur. Sən bu dünyada qonaq idin əmin. Tanrı səni öz qonağı seçdi. Səni yanına apardı, şəhidlik zirvəsinə uzatdı. Yerine baxıram və baxdıqca ürəyim qırılır. Sənin yaşıdlarını görəndə düşünürəm. Kaş sən də evlənərdin, kaş yadigarın qalardı. Mən o yadigarla sənin yarın qalan arzularını yaşadardım. Amma qismət, sən tez getdin oğlum. Bəzən gecələr gəlirsən yuxuma, gəlirsən, salam verirsən, gülümsəyirsən. Deyirsən, ana, mən sağam, ölməmişəm. Sənin o təbəssümün sanki qaranlıq gecənin içində doğan bir günəş kimi üzünə işıq saçır. Mən o yuxudan oyanmaq istəmirəm. İstəmirəm ki, o yuxu sonsuz olsun. İstəyirəm ki, o yuxu həyatın özü olsun. Amma səhər gözünü açanda anlayıram ki, o cəmlə bir neçə saniyəlik yuxu imiş. Amma mənə bir ömür kimi gəlib keçib. Yenə tək, yenə sənsiz, yenə imansız bir günə başlayıram. Amma bilirəm, sən yox olmalısan. Sənin ruhun mənimlədir və bir gün sənin ruhunla mənim ruhum yenidən görüşəcək. O günə qədər səni ürəyimdə yaşadacağam oğlum. Hər zamanı gözləyirik. Pəncərəyə yağış döyür. Damlalar asta-asta süzür. Baxıram elə bir gözlərimin yaşına bənzəyir bu mənzərə. Buludlar dolduqca yağış yağır. İnsanın ürəyindən yandıqca yanır. Mənim ürəyimin yanması isə oğlum hər zaman gələndən bəri bir an dinmək bilmir. Düzdür. Hər zamandan sonra bir oğlum, bir qızım var. Amma hər cümlətdə ayarlı olduğu kimi hər oğlanın da yeri başqadır. Hər zamanın yeri isə o yer heç nəyə dolmayacaq. Evdə, küçədə, getdiyim tədbirlərdə bu şəklini görəndə içim paramparça olur. Gözlərim bu şəkillərin arxasında onu axtarır. Sanki birazdan çıxıb gələcəkmiş kimi, amma tapa bilmirəm oğlumu. Onun adına yazılan şeirlər, hekayələr biraz təsəlli verir mənə. Düşünürəm ki, Əzzaman ölməyib. Yaşayır insanların qəlbində, sözlərində, dualarında yaşayır. Sağ olsun şəhidlərimizin xatirəsini uzaq tutan hər kəs. Amma mən bir ömür xoşbəxt olmayacağım. Mənim xoşbəxtliyim də, sevincim də hər zamanla getdi. Nə toyunu görə bildim, nə də barını. Arzularımı isə ölməmiş özəllərimlə torpağa tapşırdım. Və indi hər yağış yağanda, hər damlada mən yenə də Əzzamanı gözlərim. Müəllif Elmar Sahib. Layihəyə qoşulan şəhidlərimi söyləmək istəyirəm. Öz kitablarımda təbii ki. İstərdim ki, mən hekayəsini səsləndirdim. Şəhid Həsənov Ramiz Hüseynoğlu'nun həyat yoldaşı Həsənova təminlə kalma söz verirəm və Dərsli Təminlər xanımla öz fikirlərimi bölüşdüm. Hər bir dərd ortaqlarını Allah canı sağlıq versin sizlərə, analar. Təşəkkür edirəm ki, İlman balam, necə deyərlər, təqdimatında yaxından iştirak edirsiniz. Mən Həsən və Təminə 1986-cı ildə ailə həyatı qurduq. Özümdə, öz seçimimlə Həsən Ramizi o vaxtda seçdim, üzr istəyirəm məndən kiçiklərdən. Ailə qurduq, belə deyək.
ailə təməlimizi qurduq. Ondan sonra 88-ci ilin fevral ayında anası dünyasını dəyişdi. Atasını körpəykən ətirmişdi, 2 yaşında Ramiz. Atasız olduğu qədər də həm də anasız oldu. 2 evladımız dünyaya gəldi. 88-ci ildə bir gün işdən gələndə bunları yığıb aparmışdılar. Deməli, aksiyalar keçirilirdi Ermənistandan gələnlərdən ötürü. Gəldi, işdən geç gəldi. Özü də həm işə gedirdi, stroytkada işləyirdi, həm də toylarda çalırdı. Toylarda yaxından restoranlarda iştirak edirdi. Çalançıydı, belə deyək, nara çalırdı. Yoldaşım gəldi, dedim, haradaydı, niyə gəlməmişdin? Bəs axı, toya da gedəndə sən evdən musiqi aləti götürüb gedirdi. Deyir, yox, bu toy başqa toydur. Bu toy Azərbaycan azadlığı birliyi uğrunda, müstəqilliyi uğrunda olan toydur. Biz hökumət evinin qarşısına getmişdik. Nəysə, uzun söhbətdir, orada bir xanımı görüb, Ermənistandan gələn xanımı sinəsi, üzr istəyirəm, açıb göstərmişdi ki, dəmir damğa vurmuşdular, xaç şəkli. Ondan sonra mənə həyat yoldaşım, belə də vətənpərvər oğlandı. Belə bir ki, o qadını gördü, biraz da ruhlandı. Dedi ki, nə danışırsan, bizim ana bacımızı o hala salsan, biz yaşadığımız bina 7 blokdan ibarət idi. Orada bir qızın dalıycan oğlan da, üzr istəyirəm, düşə bilməzdi. Yəni ki, mən yoldaşımda o qədər belə şəxsiyyətinə yaraşmırdı ki, bizim məhəllədə kiminsə dalıycan nəsə ola bilsin. Onu demək istəyirəm. Belə bir şeydə görüb, daha da biraz cəsarətləndir. Dedi, nə danışdın, vətən gedir əldən. Dedim, ay Ramiz, vətəndir, olsun da, hamı üçün necə sənin üçün də elə. Vətəni, axı, qoy atalar, analar geçsin. Mənim nəslim böyük bir nəsildir. Qoy onlar geçsin. Sən hara gedirsən, sən atom da yox, anam da yox. Dedi, yox, öldü var, öldü yoxdur. O Sovet qoşunlarla Qurberkasında dəfələrlə gedilər, başları durğunqa izləri ilə, necə deyirlər, damğalandı. Ondan sonra özünü müdafiələrdə, könüllülərdə yaxından iştirak elədi. Çox iştirak edib, həddən artıq çox iştirak edib. Axırda da hərbiçi olmuşdu, kəşfiyyatçı olmuşdu. Amma özünə heç vaxt ad qazanmaq istəmirdi. Çingiz Mustafayev dəfələrlə onların şəkillərini çəkib gündəmə gətirirdi. Amma mənim yoldaşım deyirdi ki, lazım deyil bizə şəkil çəkdirmək. Biz az da olsaq, silahsız da olsaq, amma orada ana bacılarımızın elə bir vəziyyətləri görürük ki, hələ onda bütün rayonlar boşalmamışdı. Biz oradan, yəni ki, şəxsiyyəti olmayan bir Azərbaycanlı oğlan oradan qayıdıb boş çıxa bilər. Bunu demək istəyirəm. Ondan da yoldaşım əl çəkmədi. Dedi, mənim uşaqlarım sənə əmanət olsun, sən saxlarsan. Elə də oldu da, elə də oldu. Başınız sağ olsun, analar. Qarşınızda baş əyirəm mən də. Mən həm Ramizin üzr istəyirəm, anası oldu, həm həyat yoldaşı oldu. Çox ağır idi. Gündüzlər uşaqların başına aldanmaq, uşaq qonşudan qaçıb gəlir, ayana o atasını istəyir, atası gəlir qabağına işdən gəlir. Bəs mənim atam niyə gəlmir? Amma dedim, atoz gedib gələcək qızım, narahat olmayın, atoz adına gələcək. Amma ki, çox əfsuslar olsun. Mənim uşaqlarım atasız qaldı. İndi 20-ci ildə mənim qızım, Allah bütün balaları xoşbəxt eləsin, 4 uşaq anasıdır. 20-ci ildə müharibə başlayanda mənim qızım da həmin bu qəhrəman şəhidlərimiz kimi, qəhrəman şəhidlərimizin necə şücaət göstərdikləri qədər də mənim qızım 44 gün
bütün dünyaya Azərbaycan haqlı olduğunu 7 dildə dünyaya car çəkdi. Bütün 7 dildə nə gecəsi oldu, nə gündüzü sözünü çatdırdı ki, Azərbaycan haqlıdır öz torpaqlarını istəməkdə. Ondan ötürü təşəkkürnamə zat da alın mənim qızım. Yəni onu demək istəyirəm ki, o da bir şəhid balası olaraq öz sücayətini, vətənpərvərliyini onunla göstərdi. Hər bir igid, bir qəhrəmandır. Gör necə maşallah, bax, bizimkilər gedib vətən uğrunda, torpaq yolunda canlarını fəda ediblər. Gör necə maşallah oğlanlar var ki, həqiqətən də arxa cəbhə deyək də, indi bu dəqiqə bizdə sülhdür. Hələ sülh şəraiti də olsun, balalarımız müharibə görməsin. Qoy müharibə olmasın. Analar görür bu ağır acını. Biz həyat yoldaşları bizim alnımıza yazıldı. Bizim həyatımızın işığı söndü. Cavanlığımız qara oldu. Belə deyək. Yəni indiki uşaqlarımız, körpələrimiz qoy azad olsun, azad şəkildə sağlam böyüsünlər cəmiyyətimizə bir vətəndaş olaraq. Allah sizlərə can sağlığı versin, şəhidlərimizin ruhu şad olsun, başınız sağ olsun deyirəm, analar, hər birinizə. Şəhid yoldaşları, sizdən çox sağ olun, bizi dəvət elədiyinizə görə. Mən də Vəliyev Oqtayın yoldaşıyam. 93-dən mənim yoldaşım şəhid olub, 44 günlükdə də o müharibə veteranı. Allah cəmi şəhidlərimizə eyləsin. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Allah analara səbir versin. Həyat yoldaşlarına da can sağlığı versin. Balaların, nəvələrin qorusunu saxlasınlar. Bütün şəhid analarına sağlığı verən Allah səbir versin. Sağ olun. Allah hamıza səbir versin, balalarımızın ruhunu şad etsin. Sizə də baba təşəkkür edirəm. Bizi unutmursunuz, hər zaman əlinizdən tutsun. Allahın yolu sizə kömək olsun. Hər bir kəsi sağlayıram. Allah sizlərə can sağlığı versin, uzun ömür versin. Mənim oğlum baş leytenant idi. Yəni hərbçiydi. 2 evladı var, şükürlər olsun. Körpə də olsalar da böyüklər. Yəni bir ana üçün çox çətin bir həyatda yaşamaq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah sizləri sağlam eləsin, can sağlam versin, var olasınız. Sağ olun. Ürəyim sənsiz, gəl ananın yaralarına məlham ol, Kamran. Gəl sınmış qəlbimin dağılan parçalarını yenidən birləşdir. Gəlişinlə sevindir məni, oğul. Nə qədər Kamran deyib səsləyim səni, haraya çatsın bu fəryad. Bəlkə səsim ruhuna yetişər, bəlkə də gecələrin səssizliyində məni eşidərsən. Amma mən səni görə bilmirəm. Bu həsrət od olub sinəmdə yanır. Ana üçün övlad ilkisi dünyanın dayanması kimidir. Günəş doğsa da qaranlıq görünür. İnsanlar danışsa da səslər uzaqdan gəlir. Çünki ananın bir parçası torpağın altında yatır. Kamran çox savadlı idi. Uşaqlığından hərbi formaya baxanda gözlərində qəribə işıq yanırdı. O forma onun üçün sadəcə geyim deyildi. Vətənə sədaqətin, qeyrətin və şərəfin rəmzi idi. O forma onun üçün sadəcə geyim deyildi. Ən böyük arzusu hərbiçi olmaq idi. Elə də oldu. Uşaqlıq arzuları gerçəyə çevrildi. Qürurla hərbi formanı geyindi. O forma Kamranın çiyinlərində daha da müqəddəs görünürdü. 27 sentyabr. Vətən müharibəsinin alovlandığı gün torpaq oğullarını çağırırdı.
Kamran da tərəddüd etmədən vətəninin səsinə cavab verdi. Öz əskərlərini döyüş tapşırıqlarını verib komanda verdi və cəbhəyə irəlilədilər. Çünki əsl komandir əskərinin arxadan deyil, öndən aparırdır. Kamran qorxunun çoxdan məğlub etmişdi. Onun ürəyində yalnız bir sevgi vardı. Vətən sevgisi. Yüksək döyüş qabiliyyətinə görə baş leytenant rütbəsi almışdı. Hər uğuru ailəsinin, xalqının qüruru idi. O deyirdi, üç rəngli bayrağımızı Qarabağda dalğalandırmaq mənim üçün ən böyük şərəfdir. Bu arzu ürəyimdə qalmadı. 30 ildən sonra Azərbaycan bayrağı yenidən Qarabağda dalğalandı. O bayraq Kamran kimi igidlərin qanı ilə yüksəldi. Qələbə sevincinin arxasında neçə ananın göz yaşı, neçə atanın sükutu, neçə körpənin atasızlığı vardı. Kamran şəhid oldu. Amma adı ölmədi. Çünki vətən uğrunda can verənlər torpağa yox, millətin yaddaşına əmanət olur. Şəhidlərin ömrü illərlə ölçülmür. Onların ömrü xalqın qəlbində yaşadığı qədərdir. Mən oğlum Kamranla qürur duyuram. Nə yaxşı ki, gənclik şəhidlərimizi unutmur. Bu bizim analara ən böyük təsəllidir. Bilmək, oğullarımızın adı yaşayır. Bilək ki, oğullarımızın adı yaşayır. Xatirələri hörmətlə anılır. Kamran, məzarında rahat yat. Sənin uğrunda can verdiyin torpaqlarda bugün azad nəfəs alınır. Sənin qoruduğun bayraq göylərdə dalğalanır. Bu xalq səni yaşadır, dualarında adını çəkir. Sən bir ananın oğlu olmaqdan çıxıb bütün Azərbaycanın oğluna çevrildin və şəhidlər ölmür Kamran. Onlar sadəcə görünmədən yaşamağa davam edir. Bəzən insan bir ömrü bir nəfərin varlığında yaşayır. O gedəndə isə elə bil bütün dünya susur. Nəfəs almaq belə ağırlaşır. Mənim qardaşım Zakir də elə idi. Evimizin dayağı, sözümüzün gücü, çətin günümüzdə ümid yeri idi. Zakir uşaqlığından mehriban idi. Hər kəsə qarşı qayğıkeş davranırdı. Amma mənim üçün tamam başqa idi. Mən bütün sirlərimi onunla bölüşürdüm. Bilirdim ki, nə vaxt yıxılsam, qardaş əli məni qaldıracaq. O həmişə deyirdi. Narahat olmayın, mən sizi qoruyacağım. İndi düşünürəm, bu sözlər sadəcə söz deyildi. O bizi qorumaq üçün canını verdi vətənə. Öz ömrünü yarım qoyub, xalqının sabahına sipər oldu. Qızım yeni doğulmuşdu. Zakir sevincək demişdi, gələcəyəm Ayşəni görməyə. Elə sevinç vardı səsində. Elə bir sabah mütləq gələcəkdi. Amma talih başqa cür yazılmışdı. Mən qızımın adını onun şərəfinə qoymuşdum. Zakir gəlib onu qucaqlaya bilmədi. Balaca əllərini tuta bilmədi. Bir dayı sevgisi yarım qaldı. Bir ömür arzular yarım qaldı. Şəhid xəbəri gələndə elə bildim dünya dayandı. Tək qardaşımı itirmədim. Mən arxamı itirdim, dayağımı itirdim. Çünki bilirdim nə vaxt çətinliyim olsa Zakir deyəcəkdi. Bacı, nəyə ehtiyacım var? İndi o sözləri küləkdən eşidirəm. Sanki evdə tək qalanda şəkil qarşıma düşür. Uzun uzadır, baxıram. Sonra göz yaşlarım danışır mənim yerimə. Kaş sağ olaydın qardaş, kaş sağ olaydın qardaş. Kaş nəfəsini hiss edəydim, kaş kölgən üstümdə olaydı. Divarlar susur, şəkillər susur, amma qardaş əsəri susur. O dərd insanın içində illərlə yaşayır. Bəzən gecələr göyə baxıram, ulduzların arasında şəhidlərin ruhunu axtarıram. Deyirlər, şəhidlər ölmür, həqiqətən də ölmürlər. Çünki onlar anaların dualarında, bacıların göz yaşında, övladların qürurunda yaşayır, Zakir də yaşayır. Hər xatirədə, hər nəfəsdə,
Hər vətən sözündə yaşayır. Allah bütün şəhidlərimizə rəhmət eyləsin. Məkanları cənnət olsun. Şəhid Qasımov Zakir kimi oğullar bizim baş tacımızdır. Onlar torpaq üçün can verdi ki, biz vətən deyə bilək. Biz vətən deyə bilək. Ruhun şad olsun Zakir, sənin yoxluğun ağırdır, amma adın həmişə qürurla yaşayacaq. Adresinə həsr olunmuş hekayə. Kəş zamanı biraz geriyə qaytara biləydim. Oğlum əlinin qaygısına daha çox qalardım, onunla daha çox vaxt keçirərdim. Bəlkə biraz daha çox qucaqlayardım. Onu bəlkə biraz daha çox oğlum deyə səsləyərdim. Qoşaldığı yeməkləri bişirərdim. Süfrə başında onu doyunca izləyərdim. İnsan bəzən bitirəndən sonra anlayır. Bir baxışın, bir gülüşün nə qədər dəyərli olduğunu. Biləydim ki, ayrılıq bu qədər tez gələcək. Əliyə sarılıb, ondan heç ayrılmazdım. Onu ürəyimə sıxardım ki, sanki zaman dayanardı. Əli çox mehriban uşaq idi. Onun gülüşü evimizi işıqlandırırdı. Addım səsləri mənim üçün həyatın özü idi. Amma acı bir həqiqət var. Mən o səsləri çox az eşitdim. Çünki gecələr işləyirdim çörək sevində. Yorğun, yuxsuz, amma ümidlə. Çalışırdım ki, əlinin heç nəyə əksik olmasın. Axı, analar övladları üçün hər çətinliyə dözür. Öz ömrünü belə onların yolunda fəda edir. Əlinin ən böyük arzusu polis olmaq idi. Hər dəfə böyük inamla deyirdi ki, oxuyub polis olacaq. O qədər saf və inamlı danışırdı ki, sanki artıq o formanı geyinmişdi. Mən də baxıb ürəyimdə dua edirdim ki, balamın arzusu gerçək olsun. Amma həyat onun arzusunu yarım qoydu. Alim işləbən sənəd verdi. Amma balı çatmadı. İmtihandan kəsildi. Gözlərində bir anlıq kədər gördüm. Amma tez toparlandı. Mən ona təsəlli verdim. Dedim ki, bu il olmadı, gələn il olar. O isə ümidlə dedi ki, hərbi xidməti başa vurduqdan sonra yenidən hazırlaşacaq. Amma tarihi başqa cür yazılmışdı. Əli bütün arzularını yarı qoyub bir yol seçdi. Şəhidlik yolu. O yol ki, hər kəsə qismət olunur. O yol ki, yalnız seçilmişlərə yazılır. O yol ki, insanı torpaqdan alıb əbədiyyətə aparır. Bir tərəfdən ürəyim yanır. Gecələr onun adını pıçıldayıram. Əli, oğlum deyə. Amma bir tərəfdən də ürəyim yanır. Əli artıq cənnətdədir. Tanrının ən uzağa qatında. O vətən üçün şəhid oldu. Mən isə bir şəhid anası oldum. Və mən oğlumla fəxr edirəm. Əli bir dəfə də olsun məni incitmədi. Nə bir sözlə, nə bir baxışla biz arzularımızı birlikdə qoymuşduq. Hər xəyalımızda bir gələcək vardı. Amma o gələcək yarım qaldı. İndi Əlidən mənə qalan xatirələrdir, şəkillərdir. Hər şəkil bir ömürdür, hər baxış bir dünya. Onlara baxıb qəlbimi biraz yüngülləşdirməyə çalışıram. Amma heç nə ana qəlbindəki boşluğu doldurmur. Allah heç kimə övlad acısı yaşatmasın. Amin. Əlinin xatirəsinə həsr olunmuş hekayə. Bitir həsrət. Anam tək qalıb, Əli. Səni böyütdüyüm o evdə indi sükut içində donub, qapının cırıltısı belə sənin addımlarına bənzəyir. Amma aslan qapıdan içəri yenə səssizlik görür. Nə gələnim var, nə gedənim. Bu evdə artıq yalnız sənin nəfəsin qalır. Xatirə kimi, ağrı kimi, ümid kimi. Divarlardan asılan şəkillərlə danışıram. Hər gün, hər saat, sanki səni dinləyirmiş kimi susuram. Sonra yenə danışmağa başlayıram. Bəzən özümü unuduram. Elə bilirəm cavab verəcəksən. Ana, buradayam. Sən mənim ümidim idin, Əli. Hər sabahım
həm gecəm idin. Sən şəhid oldun və o gün mənim içimdə nəsə sustu. Arzularım yarım qaldı, dualarım yarım qaldı. Sanki zaman dayanıb o günün içində dayandı. İndi yolum məzarımadır. Torpaqla danışıram, sənin torpağından soruşuram. Məzarım mənə həm oğuldur, həm sirdaş. Əlimi daşına qoyanda elə bilirəm, saçımı sığallayıram. İçimdə yığılan sözləri, illərin ağırlığını, gecələrin səssiz ağrılarını sənə danışıb yüngülləşmək istəyirəm. Axı mən təkəm. Bəzən külək əsir. Elə bilirəm sənin nəfəsindir. Pəncərənin pərdəsi tərpənəndə düşünürəm ki, bəlkə sən gəlməlisən. Gözlərim hər zaman pəncərədədir, gecələr də. O tərəfə baxıram, bəlkə yolunu azarsan, bəlkə bir anlıq görürəm səni. Yenə də sağ olsun insanlar. Bəzən qapını döyürlər, səbir deyirlər, qürur duy deyirlər. Mən də başımı yerləyirəm, amma heç kim bilmir ki, bir ana üçün qürur belə ağırlı olur. Qürur rəisidir, oğlu əvəz etmir. Bilirsən, Əli, bəzən sənin uşaqlığını xatırlayırım. O balaca əllərinlə boynumu sarıldığın günləri, ana deyə-deyə. Gülüşün evə yaylandı. O gülüş indi hardadır? O səs indi hansı səmalardadır? Sən artıq gəlməyəcəksən. Bunu bilirəm. Amma yenə də gözləyirəm. İnsan ümidlə yaşayır axı. Mənim ümidim də sənsən. Yoxluğumda belə səni ruhən gəlirsən. Məni görürsən, hiss edirsən, göz yaşlarımı sayırsan, bəlkə də amma mən səni görə bilmirəm. Bu ən ağırlıdır, Əli, səni görməmək. Şəkillərini qucaqlayıb pıçıldayıram. Bitir həsrət oğul. Anam da yanına çağır. Çünki mənim bu dünyada təsəlli yerim azalır. Gecələr uzananda yastığım belə sənin yoxluğunu deyir. Hər şey səni xatırladır. Bir fincan çay, boş bir stul, açılmayan bir qapı. Sonra baxıram şəkilə. Sanki baxışların dəyişir, sanki dudaqların tərpənir, sanki deyirsən, ana, sən yaşa. Yaşa ki, mənim adımla yaşatsın. Yaşa ki, bu evdə mənim izim itməsin. Yaşa ki, mənim böyüdüyüm divarlar məni unutmasın. Mən şəhid olmuşam, ana. Başını dik tut. Göz yaşını gizlətmə, amma sınma. Mən ölməmişəm. Allah yolunda, torpaq uğrunda ölənlər ölmür. Və mən anlayıram, Bəqərə surəsidir o. Sən getməmisən, Əli. Sadəcə bu dünyadan o dünyaya keçmirsən. Amma bir ana üçün hər iki dünya arasında qalan ən ağır şey həsrətdir. Tağı itkin düşəndən sonra evimizin çırağı sanki bir-bir sönməyə başladı. O gündən bu evdə gülüşlərin səsi azaldı. Qapılar astadan açılıb bağlandı. Hər kəs içində bir ümidlə yaşadı. Hələ də yolunu gözləyirik. Bugün gələr, sabah gələr. Deyə gözümüz qapıda qalır. Hər qapı döyüləndə ürəyim titrəyir. Bəlkə tağıdır deyə nəfəsimi saxlayıram. Axı tağı tək qardaş deyildi. Mənə həm də sirdaş idi. Dərdimi də, sevincimi də ilk ona danışardım. Həyatda çətinlik görəndə onun bir kəlməsi kifayət edərdi ki, güclü olun, mənəvi atam idi. O çünki ata kimi qoruyur, ata kimi qayğı göstərərdi. İndi illər keçir. Saçlara bənd düşür, ömür ötür. İnsan böyüdükcə anlayır ki, bəzi insanların yeri heç vaxtı dolmur. Düzdür, övladlarım var, həyat yoldaşım var, ailəm var. Amma heç biri tağımın yoxluğunu unutdura bilmir. Çünki qardaş yalnız qan bağı olmur. Bəzən insanın ən böyük ayağına çevrilir. Bəzən gecələr pəncərələrdən çölə baxıram. Xəyalı qururam. Elə bilirəm, qapı açılacaq, tağı içəri girəcək. Üzündə o tanış təbəssümlə deyəcək. Salam bacı, mən gəlmişəm. Mən isə donub qalacağam. İllərlə içimdə yığılan həsrət göz yaşıma çevriləcək. Ona sarılıb deyəcəyəm. Səni gözləməkdən yorulmadım. Qardaş, bir gün gələcəyinə inandım. Çünki ümid ölmür. İtkin xəbəri insanın ürəyində yarımçıq qalan bir ömürdür. Nə tam yas saxlaya bilərsən,
nə də sevinə bilərsən. Hər gün bir tərəfini gözləyir, hər gün bir tərəfini ağlayır. Tağı, əgər hardasansa, bu sözlər ruhuna çatırsa, bil ki, səni unudan olmayıb. Evimizin qapısı da, qəlbimizin qapısı da sənə açıq qalıb. Sənin üçün yandırılan ümid çırağı hələ sönməyib. Çünki bəzən insan illərlə bir möcüzənin gələcəyinə inanaraq yaşayır və mən hələ də inanıram, bir gün qapı döyüləcək, bir səs eşidəcəyəm, bacı, mən gəldim. O gün evimizin sönən çırağı yenidən yanacaq, yaralı qəlblər bir anlıq da olsa rahatlıq tapacaq. Mən isə yenə əvvəlki kimi qardaşımın arxasında özümü güvəndə hiss edəcəyim. Çünki bəzi insanlar getsə də onların yeri ürəklərdə əbədi qalır. Məmməd Məhəmməd Zakiroğlu, Qazax şəhidləridir, bir də əskərinin 10 hekayəsi var, səsləndirdim. İnşallah 24-ü dinləyəcəyik. Və bir şey də qeyd etmək istərdim ki, kitaba artıq sayılı tədbirlər qalıb. Yəni, sayılı tədbirlər dərkən, yəni 3 tədbir, 4 tədbir bilmirəm, iyul ayına qədər, nə qədər keçirə bilsə keçirəcəyik. Və gələn aydan da başlayacağam kitabını yazmağa. Yazmağın yazılıb hər şey hazırdır, sadəcə bir dənə düzəliş lazımdır ki, onları mən çap edeyim. Sadəcə bilmirəm, indi orada gəlməyən onlar da var. Onları nə edəcək bilmirəm. Təbii ki, heç vaxt iştirak edilmən onlar orada. Kitaba salıb-salmağını bilmirəm. Salacam, salmayacam, onu zaman göstərəcək. Sadəcə olaraq mən istəyirəm ki, hekayələr, şeirlər bir yerdə olsun. Bəlkə ola bilər ki, ikili hissə elədim. Birinci hissə şeirlər, ikinci hissə hekayələr olsun. Onlara da baxın. Əslində, hekayə, şeir iki kitab edir. Görək nə inşallah. Yazılmayan adına çox az sayda şəhidlərimiz qalıb ki, onların hekayəsi qalıb. Onlar tamamlandan sonra veriləcək nəşriyyata, çapa. İnşallah ki, orada da bir uğurlu olar. Birinci mərhələni tamamlayarıq. Ondan sonra da zamanla ikinci mərhələyə. Bu tədbirə qədər əlavə eləmək olmur da, bilirsiniz özünüz. Yəni, çapa verilirsə, əlavə olunmaq olmur. Yığılır, bir dəfəlik verilir. Və mən qeyd etmək istərdim ki, hekayələri səsləndirdim. Yəqin ki, bəyəndiniz, təbii ki, əlindən gələn qədər. Və məlumatın qıtlığı ilə əlaqədardır. Təbii ki, çox məlumat verəndə daha çox yaza bilirsən. Məlumat olmalıdır. Sizə məlumatlar atarsınız, şəhid hamısını atarsınız məlumatları. Atın məlumatları ki, yerləri var ki, orada uyğun olmuyorlar, uyğunluq olmuyorlar. Onun özünü